avariya oldu. No, sorry. Hello, hello. Uşaqlar, bu onun digər Allahıdır. Buna da sitayiş eləyirlər. Bax, buna sitayiş eləyir. Oturub kayıfda. İtiyi də verir. İyi bura qədər gəlir. Sidiyi gəl. Onu yerdən yığır, bax. Dökülmüş, onu yığdı. Dostlar, salamlar. Bugün Hindistan'da ikinci günümdür. Hindistan hakkında ilkin məlumatlarımı deyim. Dünən yeməklərindən, küçə yeməklərindən birini prob elədim. Bir təhər yedim. McDonald'sda yemək yedim. Bərbad idi McDonald's. Yəni McDonald's'a girdim ki, bəlkə bunlardan canım qutarsın, amma McDonald's elə eyni zibil idi. Ədviyyat o qədər çoxdur. Təsəvvür eləməzsiniz nə qədər çoxdur. Neyse, bunları qoyaq kənara. Çox üzr istəyirəm, hətta dişlərimi səhər yumamışam, sularına güvənmədiyim üçün. Taksimi sifariş elədim. Üzr istəyirəm. Uber proqramı ilə sifariş elədim. Uber burada işləyir. Tuk-tuk da çağıra bilirsiniz, motosikl da çağıra bilirsiniz. Mən motosikl seçirəm. Səbəb ikidir. Bir səbəb tez çatıram motosiklla tuk-tukda nisbətdə. İkinci səbəb daha ucuzdur. Gözləyirəm, hələ axtarır, tapsın, qoşulub qaqaşa gedəcəm. Kutuma. Sonra burada taksi gələndə ona kodu göstərirsən. This one. It's okay? Kaskamı da taxdım, millət gedirik. Ya Allah. Gedək qaqa. Qulağım da zor düşür ha buna bax bura. Biri içərdədir, biri çöldə. Bəlkə elə qulağımı əməliyyat eləyim belə qalsın ha? Nə bir şeydir ola? Kaskadakı bu kaska deyil. Yəni biləsiniz, bu görüntü etibarıyla kaskadır. Başı heç bir halda qorumur. Əgər hər hansısa bir qəza baş versə, yəni öləcəksiniz. Başınız partlayacaq. Bunun başqa variantı yoxdur. Tozla zürüllənizi. Bəzi motosikl sürənlər heç kaska taxmırlar. O qədər inancları mürəkkəbdir ki, deyirlər ki, ala həyatda ölüm varsa qismətdə. Mən kaska mənə neyniyəcək? Yəni, hər şey inanca bağlayıblar da. Fantaziya o qədər genişdir. Ala girdik. Hayt dədən görü, bunun bax, kutu deyəm Ali başlı bax. Burada bir qardaş gördüm, soruşdum ki, atam, mən başımda bu gecələri qondaları görmək istəyirəm. Dedi, ataş, sən səhv yola gəlmirsən, bu köpək oğlu sənə səhv gətiribdir. İndi buradan da mən nətər keçim o kişi, buna bax. Dədən görü, mən nə ziblət. Mən özümə niyə belə ağır yollar tapıb seçirəməyim? Başa şunu. Normal insan balası kimi. Nə bilməyim. Deməli, burada insan yoluna normal formada gəlsən, belə bir zibillik çıxır qarşı vaxt. Çox deyə belə şey. Yəni, insan yoludda, qardaş, belə yüksək şəkildə dağılmış zibil. Telefona birdən başın qarışsa, sökətdin. Çox üzr istəyirəm. Hava adamı arada belə eləməyə məcbur edir. Buradan keçmək üçün adam gələ Spiderman olsun. Bu insanla yıxılıb belə görəsən. Bu insanla buna bax, açıq tok. Açıq tok. Bu məni vurdu, öldüm. Əsəbləşdim ona bax. Avariya oldu. Gəl, axırca avariyada gördüm. Nə düşmürsən, nə dalımca? Gəlir dalımca, hə? Bütün ətraf zibillidir uşaqlar. Ya bunlar zibilləri özləri yığıb getdi. Oyda, milçək, zat, hər şey var burada. I'm just taking video. It's okay? What? I can't, you know in English? You don't know, yeah? I am just taking video, okay? Yes, I am looking. Vlogging. Vlogging, yeah, I am vlogging. Yeah. Vlogging. Yes. Video. Yes. Video of America? America? From America, yeah. No, I am from Azerbaijan. I will help you. Help me? Yeah. At the end, I will help you, okay? Okay, let's go. Wait. Say hi. Hi. Hello, hello. Hello, Uşaqlar, çox belə bərbad. Rikşa. Yeah, rikşa. Rikşaları mənə göstərir, deyir bunlar rikşadır. Uşaqlar, zibilliyə baxın. Adamlar bunun içərisində yaşayırlar. Hi, namaste.
Uşaqlar gülürəm ki, göstərim, amma uşaqların səfalət içində nə gündə yaşadıqlarını özünüz görürsünüz. Oh. Özün gülürəm ki, hiss eləməsinlər bunu. Amma o deyil. Bu bunların evidir uşaqlar. Burada yatırlar, burada yaşayırlar. No. Sorry. Okay, sorry man. Bu uje əsəbləşdi. May I take the house? House. Take video in. No. In? No? Okay. Family. Their family. Okay, understand. Sevsanga is your God. God. Better. Okay. Kartik. God, okay. Kartik. Bu da onun digər Allahıdır. Uşaqlar buna da sitayiş eləyir. Kartik. Qurban, belə Allah olar ala. Allah bu Allahdırsa mənə bura qoysuz, mən normal bunlara Allahlıq eləyərdim Quran haqqı. Kartik, Ganesh, दोनों पुत्र God. Okay, understand. ठीक है. Okay, bir şey başa düşdüm, sən itin balasıyam. गणेश विसर्जन, Okay. नो विसर्जन. Okay. कार्तिक नो विसर्जन. Gang is गंगा, गणेश विसर्जन. Çaycan, okay. और कार्तिक नो विसर्जन. Okay, understand. Yenə təkrar edilən bir şey başa düşdümsə itin balasıyam, amma uzun sözün qısası bu bunların Allahıdır. Bu Allaha sitayiş edirlər. Bu Allahın müqəddəsliyi və bir çox Allahlarının müqəddəsliyi sırf Gang çayına bağlıdır. And what's it near the cow? Okay, let's go. Bu boz qumdur. Mən birinci dəfədir belə şey görürəm. Qum görmüşdüm, boz qum görməmişdim. Boz qumdur və çox ovuntulu qumdur. Qangın qırağında. Namaste, good. नमस्ते कर रहे हैं. Namaste. Good. Fire? फायर उपला. Fire. Hə, alov qalıyırlar bu peyinlə. यो बिंदी. Okay. यो सिंदूर. Okay, understand. Amma kişilərdə fərqlidir. Bu düzgün anlatmadır. Qadınlar əgər bindi vururlarsa, adı bindidir. Yəni evli olduqlarını göstərirlər uşaqlar. Belə bir şeydir. Okay, and what's it? ये सब मूर्ति. Murdi? कार्तिक. Okay. ओके ये मूर्ति ऐसे ही फ्रेम सिर्फ. Okay. Uşaqlar bu onun digər Allahıdır. Onu göstərir, mən başa düşmürəm. Onun ya qardaşıdır, bacısıdır kimi. Onun digər Allahıdır. Buna da sitayiş eləyirlər. Bax, buna sitayiş eləyir. İkisindədirlər. Bu yaxşı qızağımı aldım. Oh, good. They are doing here. Okay. सारा जमुना नदी. Başa düşdünüz, deyir, bunu Allah'a burada olduğu halda bunlar burada s**lar s**lər. ये पवित्र नदी. पवित्र. Understand. Only सामने. Biraz agresivləşdi, yəqin Allah'ından danışdıq deyən agresivləşdi. Bilməm. Yes. कोत्ताकोर. Kotakor, what's it Kotakor? What is it? अंदर टुकड़ी. Yeah. फाइन अंदर you coin. Understand. Geçdən başa düşmədim. Okay, sir. Başa düşən itin balasıdır. दुकान. Dükan, yeah. Where is... यो बच्चे लिए बिस्किट. Have they market? No or market यहाँ. Dükan. No market. दुकान है यहाँ पर. Let's go. Hadi Gedək. go. İndi hal-hazırda əlimdən tutub qardaş, bu əllə gedirik. Bunlarda Hindistanlarda çox normaldır, əllə tutub kişilərin getməsi. Əlimdən tutub yapışıb yağdan yol gedirik uşaqlara şirniyyat almağa. Yəni for you. And this for you. And this for you. Come. Take it. Come. 1, 2, 3, 4, 5. 5 dənə. Okay? Kalimada. काली माता. Okay. माता नहीं काली माता. Okay. Yəni bir Allah ki bu zibilliyin içərisində yaşayır və bunlara kömək olacağını düşünür. Bu zibillikdən birinci bu Allah fikirləşən özünü qurtarsın. माय साईं बाबा. Sayın Baba. साईं बाबा. Bunun Allah nə qədər Allahı var? साईं बाबा. God. Adamın deməli bir Sayın Baba and this one, yes, and other two. 4 dənə Allahından mənə xəbərim var. İndi başqa nə qədər Allah var özü bilər. Adam sənin yəni bir insan nə qədər Allah ola bilər? Yəni 4 dənə Allahın necə ola bilərsən? 4 dənə Allaha necə sən sitayiş eləyə bilərsən? Bunların hərəsi də öz aləmində bir dindir. Uşaqlar, baxın zibilləri yığırlar, putulkaları, alüminiumları, bunların hamısını ayırt eləyirlər
Baxın, velosiped təkər. Baxın, zibil də, zibili ayırd eləyirlər. Bu da burada yatıb deyəsən. Burada yatıb yoxsa... Ha, yatmaq yeridir birinin. Biri bax, bunun arabanın üstündə yatır. Və yaxud bax, bunlar hamısı onların evləridir. Yəni, ev dediyimiz plastik şeylərdən, qablardan falan düzələn evlərdir. May I take? ये जुग्गी Aa, ये बिस्तर okay. Okay. Okay, okay. ये छोटा सा हमारा Bax, burada yatır uşaqlar cəmaat. Və meymun girdi içəri. There was monkey. Neysə uşaqlar, mənə çox maraqlıydı bu gecə qondularındakı həyat. Gəldim əslində, inşallah ki, çantamı içərisə baxmamışam. Bəlkə də kəsib doğrayıb nəsə götürürlər. Bunların öz oğurluq qaydaları var. İnşallah heç nəyim oğurlanmayıbdır. Hal-hazırki vəziyyətdə əlimdə olan detallar əslində heç nə oğurlanmayıbdır. Amma bitər gəldim, adamların yaşam tərzini çəkdim. Bu adamlar zibil toplayırlar. Zibil toplayaraq yaşamlarını keçirirlər. Zibilləri topladıqdan sonra ayırırlar. Bəzilərini alüminiuma, bəzilərini plastikə və beləcə onları sataraq bir təhər yaşayırlar. Oturub kayıfda. İtiyi də verir, iyi bura qədər gəlir. Bu da burada yatıb, bax. Orada görsən küçələrdə alış-veriş, satış, matış, qatış, batış. Buna bax, yeməklər, xorəklər satır. Mən başa düşdüyüm qədərilə burada tur agensiyalar nələr satırlar. Bura gəlməliymişəm. Burada da bazar var ya. Rail ticket burada var, yazılıb. Qoy görək. Yes, rail ticket, but tomorrow. How many person? What? How many person? One person. It's two Varanasi, yeah? Direct Varanasi. Deməli, Dehlidən Varanasiya dollarla bilet qiyməti 47 dollar deyə, 47 dollar eləyir. 100 dollar verdim. 1 dollarla verə biləcəm. Görəklə xırdamı qaytara biləcək. Qaytaram, məsələn, mənə exchange lazımdır, yeni pul dəyişim. Deməli, millət, gəldim Varanasiya biletimi aldım, başım şişdi. Varanasiya biletimi aldım. Main bazar, əsas bazarlardan biridir. Düz Qatar stansiyasının yanında. Elə fikirləşək 28-də indi biz, vağzal tərəfdə. Görək, burada vağzal tərəfdə nə var? Deməli, qiymətləri sizə göstərirəm. Bu this masala tea, yeah? Bu masala çayıdır. Bax, belə bir qazanda pişir. Burada yəni yemək pişirirlər, bilməm indi. Bunlar var, məsəl üçün, bu şinyatları da yeyirlər. Yağdakı 7 ilin yağıdır. 5 ildə burada. Thank you, man. Dalşı, haycım dalşı. Bu da burada yuyur. Bax, belə şeylərlə gəlirlər. Doludur, bu su qablarını satırlar belə ayrıca. Ayrıca alırsan, bax, bu hər yerdə var. İçərisi su ilə dolu alırsan, gətirsən, tökürsən, oradan sudan istifadə eləmiş olursan. Meyvələrin, bax, suyunu çəkir. Burada yığır bunları, basır bura. Bu kökdür. Bu nədir, bilməm. Bu nədir? How much is one? Yes, one juice. How much? This size. 50. 50 rupees little size and 80 rupees. 80 rupees. Uşaqlar, belə normal naptikləri var. Özümə spirt aldım ki, o biyağdan mən gecə qonduda əlimə əllərimi vurublar deyənə. Yine biyağdan əlimi üzümə vururam, eləyirəm, iyrənirəm əslində. Narahatdır deyənə, bir dənə spirt alım. Atım cibimə lazım olacaq olsun bir dəfə. Belə bir kağız klokda verirlər. Yəni bu klokda öyle də prost kağızdır. Hər şey kağızda əlli olur burada. Əmoğlu gəlib. Əmoğlunun yanına bax. Belə bir təkərli şey var. Gəzir, oynan satır. Burada da pişirir. Bu nədir? Xaçapur yox ki, demaz. Bu paşqavoy bunlar yemək olmaz da. Bunlar kanadır da. No, thanks. Yes, what do you want? I asked what is it? What's This in? is this is the patties. What's in? Inside is like this one. Yeah. Inside like cheese, like Indian cheese, like paneer. Cheese. Inside, okay, masala cheese. And that one inside is like potato, masala potato. I think the in is chicken. Okay. Bu normal danışırdı ingiliscəsində. Yəni normal dediyim hamısı ingilis, hamısı deyəndə də, yəni başa düşdüyünə nə demək istəyirəm. Kütləvi olaraq bununla məlumatım verim. Bunlar Aryalıların, Makedoniyalı İskəndərin, nə bilim, İslam xanlıq şeylərinin, sultanlıqlarının neçəsinin hakimiyyəti altında olublar. Yəni onlar buranı tutublar da. Sonda İngilislər buranı şey eləyibdir, tutubdur. Hindistanlar özləri 100 ildən çoxdur, səhv etmirəmsə, heç bir yerə hücum eləməyiblər. Necə varlar, elə də qalıblar. Amma
Yəni hər zaman bunları cumhur, hər zaman bunları sahibləniblər. Və ingilislərin də burada olmağı bunlarda bir çox mədəniyyətlər gətirib, dili gətirib. Mədəniyyət dediyim bunların gigiyenik mədəniyyətlərindən danışmam, ümumi mədəniyyətlərindən danışıram. Məsəl üçün yol mədəniyyəti dəyişilib yeridir bile. Yəni ki burada yolları ingilislər salıblar. Sol-sağ söhbətinə görə deyirəm, tərs gedir. Şri Lankada da elə idi. Orada da olanda mən görmüşdüm ki, orada da ingilislərin nəticəsində elə olubdu. Dilləri də yəni ingilis olub hakimiyyətə. Necə ki biz Sovetin hakimiyyətinin altında olmuşuq. Rus dilini çox kütləvi bilmirlər, amma hamı demək olar başa düşür, hamı bilir. Eyni qaydada burada. Bunlar da ingilislərin hakimiyyəti olduqlarına görə belə bir şey baş verib. Burada street food qısa sidigər. Hardan gəlib mən? Burada tualet var harada. Bilmirəm. Açıq tualet deyil, buradan gəlir. Buradan gəlir. Burada da sıradır yanında nəsə hazırlayırlar. Heç bilmirəm nədir, amma səliqəli bir şey yox. Əlcəkdə verib, heç yiyim dadına baxma bunu. Əlcəkdə verir, əlini qoyur. Onun içərisində əlcəkdə sox. Yox. Tam təmiz versəydi əlcəkdə yeyərdim. Baxardım dadına. Qaqaş nəsə pişirir. Yumurta. Yumurtanın üçün soğan zad vurulur, qəşəng. Bizdə də belə eləyində. Yumurtanın belə eləyində biz də yeyək dadlı. Bu da masala tea. Masala tea. Bu da masala tea. Dügi. Hindistan dügüsü məşhurdur biraz. Yəni hiç bilirsiniz, deməyə ehtiyac yoxdur. Marketdə hara girsin Hindistan dügüsü. Unu yerdən yığır bax. Tökülmüş unu yığdı. Tökdü ora. Heç kiməsə satacaq onu indi. Çox təmizkardılar. Mənim bu şeylər xoşuma gəlir. Undur da qaqaş töküldü yerə, nə olsun bu həll olacaq, düzələcək. Xala tüpürdü. Heyfon size göstərəm mənim bax. Xala da tüpürür. Kişi də tüpürür, arvad da tüpürür. Tüpürür. Bu yolun axırı hara gedir bilməm. Baş alıb gedirəm. Əslində Old Dehliyə çıxsaydı çox yaxşı olardı. Nəsə belə ürəyimə danıb ki, bu yol gedir ora çıxır. Niyə ürəyimə danıb? What's the name of this? Qəştər fruit. Baxın uşaqlar, qəştər fruit. Isımamı. Belə də açdı bunun içərisini, deyir, ilginən pul da istəmir. Qoydu. Bizim karolyoka oxşuyur. Uşaqlar dadlıdır. Haydi əlimlə yedim, mən həmən əlimlə yedim. Oldum bakteriya yığını. Bu nədir? Şəkər qamışıdır. Afrikada da çəkmişdim. Bunu sıxırlar, qoyurlar oraya aparatın içərisinə. Ondan sıxırlar, suyu tökülür. Lime vururlar bəzi yerlərdə vurmurlar və nəticədə onu içirlər. Bu nədir bilmirəm, amma hər yerdə bundan yandırırlar, hər yerdə. Axır ki birinin matatkını tapdım. Onun üstündə əllərim bir Uşaqlar, burada da gölgərtə elə bizdəki kimidir. Lime'lar var, pomidor, kartof. Eyni şeylərdir. Kələm, xiyar, gül kələmi, bildiyimiz gül kələmi. Qaqam orada oturur, satır. Bunların ayağı yalın mədəniyyəti də olmuyor. Adrak kəsə buyur? Ədviyyatlar zibil kimi. Dünəndən getmişdim ədviyyatların bazarına, əsas meyin bazarına. Belə düşdünəm bazarda. Görürsən, bunlar da tərəzidə soxurlar. Bunlar da ora bütün Allahların şəkillərini qoyurlar mütləq tərəzidə. O pomidora oxşuyur, amma o nədir bilmirəm. Bax bu, bilməm nədir. Bu da pomidora oxşuyur, bilməm nədir. Bu lobiya oxşuyur. Bu nəyə oxşuyur, sözüm də bilməm. Uşaqlar, belə bir anormal meyvə gördüm, çox qəribədir. Bu nədir? Belə şey mi olar? Bu nədir belə? Maraqlı. What's the name of this? Name. Water fruit. Water fruit. Okay, thank you. Water fruit. Su meyvəsi. Adı su meyvəsiymiş. Bu yanda da qardaş şeydir, tikir, o yanda da qardaş uzanıb. Burada şirniyat, ləpə satırlar, orada mango. Hoşum, bazar. İçərisində təbii ki, yaşayış da mövcuddur. 90% elə burada işləyənlərin özləri yaşayırlar. Özləri elə gəlir evindən düşür aşağı bazara. Bazarlığını da eləyir, özü də işləyir. Dragon meyvəsi də var burada. How much is it? 100 rupees. 10 rupee? 100 rupees. 100. 100. 1 manat 8 qəpik. Give me one.
Deyirəm kəssin yeyim deyilə burada birbaşa. Hadi koysa le lo. Okay, give me. Əli vurma. Okay. Çox qəşəng metodika ilə kəsdi. Mən bilmirəm. Bunu yiyirəm sizin sağlıqda. Partladım. Mən abed eləməyəcəm, vallahi ziddirəm. Tutdu mənə bu. Hara atım indi bunu? Bundan sonra hər gəldi atdılar. Oy, burada nə çox adam var. Pig shop. Pig shop donuz. Çiğ donuzu heç çox görməmişdim. Baxın. Çiğ donuzun yağının qədərinə baxın, görün nə çox olur. Ay, həyatımda ilk dəfə donuz əti görürəm. Yemişəm, amma ətini görməmişdim belə. Bax. Qalınlığına bax, parmağımla ölçsəm biləsən. Əməli böyümüş. Gözümlə, bu boyda yağı var. O niyə səbirləşim, niyə üzrün danışır? Ha, telefonla danışır. Mən bundan yiyərəm. How much is it one of this? 10 rupees. 10 rupees, one. 10. Okay. No, I don't. O nəsə vuracaq idi, mən onu istəmirəm. Qəzetə büştü verdi. Mən bunun təndirdən çıxanını birbaşa götürdüm. Dadına baxacağım. Çörəkdir yəqin ki, başqa bir şey ola bilməz. Düşünmürəm başqa bir şey olsun və dadı maraqlıdır. Baxmaq istəyirəm görüm nədir bu belə. Hər şeydən nəsə kağızın içinə büküb verirlər. Boş çörək. Əssodu mədəmə bir şey gedir ya, gedir. Əssod doyuram. Özümüz zibilə niyə salam? Qəmiri bax belə çöldə yoğururlar. 50 də bax belə yerdə yuyurlar. Hamısı yeyir, həmən yerin yanında əl yumaq yeri olur. Sıraz əllərini yuyurlar. Sağ olsunlar. Əllərini çikili saxlamırlar. Ümumilikdə ortalama 5-6 yeməkdir ki, sadəcə olaraq müxtəlif yerlərdə müxtəlif adamlar edirlər bunları. Bax, indi istəyərdim bunu sizə göstərim. Bu nədir? Bunu mənə öldür, mən yiyə bilmərəm bunu. And this one is biryani? Ha, gedək biryaniyə baxa, biryani ola bilər. Böyle sərgəli səhmanlıdsa biryani yeyə bilərik. Küçə yolun qırağı, toz torpaq hamısı burada, yeməyin içərisində. Əmmi oğlu orada biryani eləyir. Ha, belə salır əlini düyünün içərisinə, oradan çıxardır düyünü. Əlində də indi tük zadı varsa tökülür ora. Çəki ilə ölçür, ondan sonra verir. Belə qabda tökdü çəki ilə. Artıq yemədə qaqa. Baxın, orada körpünün altında yaşayır bu insanlar, uşaqlar. Hər şeyləri, həyatları bu körpünün altındadır. Dostlar, hal-hazırda getmək istəyirəm İslam köçəri həyat yaşayan, sıx məskunlaşan kasıb adamların, gecə qonduların olduğu başqa bir yerə. Taksini zakaz elədim, istəyirəm özümə burada aptek var. Ora daha bərbad olduğu üçün N95 maska alım. Görün varsa əgər, burada da adam çoxdur. Have you got N95? N95 mask? Yes. Bir dənəsinə 50 rupi alaq. Ana, arasındadır. N95 burada qeyd olunubdur. Bu isə bunların polis maşınıdır. Uşaqlar, bunlar normal, yəni deməyək ki, pullu, amma normal insanların yaşadığı evlərdir. Dibi var, dibi deyil hala qızdır. Dibi xalçanın üstündən deyən salınan baxır. Məhəllədə toy var yəqin. Uşaqla hal-hazırda olduğum yer isə vaxtikən gecəqondu olmuş, yəni insanların köçü ilə burada gecəqondular salınmış və dövlətdən kənar salınmış evlərdir uzun sözün qısası və bunlar kərpiclərlə falan. İndi isə 90% insan əməyinin ucuz variantından istifadə eləyərək, yəni əl əməyindən istifadə eləyərək satışların gerçəkləşdiyi yerdir. Amma yuxarısı yenə də evlər kimidir. Baxa bilərsiniz sonra. Yuxarısı evlərdir, yaşayışdır. Aşağısında isə artıq özləri üçün dükanlar eləyib yaşayırlar. İçərilərinə girəcəm.
içərilərini sizə göstərəcəm. Amma ümumilikdə məlumat vermək istəyirəm ki, bunu gecəqondu videomun içərisinə daxil edəcəm. Burada vaxt ikən gecəqondu olmuş, hal-hazırda axşamları çox təhlükəli sayılan bir yerdir. İçərilərini görsəz əslində sizə tam aydın olacaq niyə təhlükəlidir. Dar küçələr var, dar evlərə giriş var və burada bir otaqlı evdə 6-10 nəfər yaşaya bilir. Belə bir həyat gedir. Burada yeri dibli kanalizasiya sistemi yoxdur. Burada yeri dibli elektrik sistemi yoxdur. Su sistemi yoxdur. Varsa da, yenə deyirəm, insanlar özləri eləyiblər. Yəni bunu dövlət eləməyib, bura dövlətin marağında olmayan yerdir və gördüyünüz sağdan axan kanala bir uşaq idi. Sağa sola hələ girmirəm, ümumi küçə ilə gedirəm. Ümid eləyirəm ki, bax belə bir darlıqda küçələrdir. Burada sağ sol hamısı evlərdir. Okey, içəri şəhərdə də belə dar yerlər var, amma heç biri bunun kimi deyil. Yəni bura vlog. Bura acılıq söhbəti var burada, yəni kasıbçılıq böyüdür. Millət, bura infrastruktur baxımından, onu qoyaq kənara. Ümumiyyətlə, burada yaşayış rəsmi deyil. Yəni insanlar öz başına gəlirlər, məskunlaşırlar. Yəni böyük şəhərlərdə kütləvi köç olduğu üçün insanlar belə yerlərdə sıx məskunlaşıb, həm bir-birlərinə dəstək dayanmış olurlar, həm də ki, burada bir-birlərinə əl tutaraq bitər yaşayırlar. Bu kasıb kütlənin olduğu yerdir. Burada səfalət, aclıq çox güclü şəkildə davam edir. Uşaqları sizə göstərim. Baxın, indi buradan görsənir. Yəni kütləvi işdə. Baxın, yəni başa salmaq istədiyim odur ki, eyni şeylər, eyni materialdan hazırlanan şeylər var, eyni paltarlar. Bunların sexi bax buradadır. Yəni bu sexlər bura salınır. Niyə görə? Çünki bu cəmaət, məhz buradakı cəmaət çox ucuza işləməyə hazırdır. Əl əməyi çox ucuzdur və nəticə etibarı ilə bu dediyim kütləvi tikilişlər olunur, paltarlar çıxır və tək paltarlar deyil, başqa şeylər də var. Ümumilikdə bura sexlərdən ibarətdir. Yolun drenəcəyinə gəldim, harasına gəldim bilmirəm. Bilməm, yolda gedir. Baxın, belə paçka-paçka hazırlayırlar. Eyni formada. Başa düşdünüz nə demək istəyirəm? Ümid edirəm fikrimi izah eləyə bildim. Hindistan işinin ucuz olduğu deyirlər, Hindistan insanının ucuz olduğu. Bax, burada ucuz olan. Buradan çıxır o paltarlar, buradan çıxır o məmulatlar deyək. Burada əl əməyi heçə sayılır, yəni çox ucuzdur. Ona görə bu adamları işlədirlər və bunların əməyindən istifadə edirlər. Bunlar da dediyim kimi, məsəl üçün başqa bir şəhərdən gəlib, bura bir təhər məskunlaşmış adamdır da. Necəsə gəlir məskunlaşır. Gözüm bilən bu uşağın şəklini çəkim. Günün bu saatında bura gəlmək problemli deyil. Amma sən bura heç vaxt gecə saat 10-da gələ bilməzsən. Burada sən baş və itin oyununu açarlar. Çünki bu dar küçələrdə nə hadisələrsiz yaşanır. Və bura çox təhlükəli yer sayılır hər mənada. Və havası və kanalizasiyası baxımından isə daha ağır yer sayılır. Amma mən bu tərəfə gəldim, çıxdım. Ki, mən bu tərəfə istəmirəm. Havası və kanalizasiyanın pisi baxımından, yəni bildiyin ölkə üzrə ölkənin havası nə qədər pis olduğunu bilirsiniz, məlumat vermişəm. Bura daha betər sayılır. Və bura adlanırdı koloniya, Sanjay koloniya. Bura isə sitayiş elədikləri yer. Yenə burada bir Allaha qoyublar, oturub orada. Gəlirlər, gedirlər, oturan Allaha sitayiş eləyirlər. Bu yerlərin yuxarıları yaşayışdır, gözüm bizə sanki. Yuxarıları yaşayışdır. Amma aşağılarında öz evlərinin altında sex eləyiblər. Və evlərə qalxan pilləkənlər də bax bu formadadır. Çox dar, bir nəfərin zorla keçə biləcəyi yerlər. Kimisə evinə hörmət sirkəsinə girmək istəmirəm, amma girib baxmaq istəyərdim. Oh, this school? Məktəbə gəldim uşaqlar. Müəllim taxta ilə gəlir, müəllim taxta ilə gəlir. Bu yemək saatidir uşaqların. Uşaqlar yeməklərini götürüblər, gəliblər, yemək. No video? Okey. Müəllimdir, direktordur, nədir qoymadı.
Təbii ki, niyə görə qoymadı? Yeməkləri, zadları çirkisindədir, ona görə. Dəmin sinifini də sizə göstərim. Siniflər də bu şəkildə təşkil olunub. Elədir. Bu uşaqlar dərs oxuyurlar. Müəllimlər də onlar yəqin ki. Elə, gedək. Gedək. Qoymadılar digər şeyləri çəkim. Qoysaydılar uşaqlarına nələrsə alardım, hətta verərdim. Bunlar Afrikada kim deyil. Ona görə o yanda da neyse, gedək. Kişinin görür sözündən oyun çıxardır. Arvadca tərləmirlər. Ama sən nə qəşəng itsən? Nə təmiz dala bu? Burada ilk it ki təmiz görürəm. Sən nə təmizsən belə, ha? Gəl bura, gəl bura. Ha? Niyə belə təmizsən sən? Sən nə əcəb çimizdiriblər? Özləri çimirlər, səni çimizdirlər amma, ha? Ay, sən nə qəşəng itsən? Ha? Gözəl qız. Qəşəng qız. Ayağıva da nəsə olub sən, can. Və bu şeylərin içərisində, bu alış-verişin, bu qaçaqovun, bu xaosun içərisində hətta məktəb də var imiş. Bunu heç bilmirdim, gəldim bura gördüm. Məktəbdə də müəllim gördünüz, taxta ilə zadla cumurdu uşaqların üstünə. Ona görə qoymadılar, çəkim. Hə. İt də bu çıppılı da düşdü mənim dalımca, gəlir mənim dalımca. Bir sığal, vəfalıdır da ala. İnsandan min dəfə vəfalı. Hay, namaste. Zibilliyin, ifunətin, çirkin nə dərəcə olduğunu görmək istəyirsə, burada yaşamın nə qədər mındar vəziyyətdə olduğunu görmək istəyirsə, sizə indi onu göstərəcəm. Burada yaşam var uşaqlar, burada yaşayırlar. Burada bax, burada yaşayır insanlar belə bir formada. Gecəqondu dediyim hissə bax buradır. May I look in? Khairyat, What? khairyat ठीक Kriyet, what's it kriyet? यानी आप ठीक हो अपन ठीक बा You know English? Good. Okay. पापा पत्थर फेंक रहा है कल्लू का छोरा मैं सपना लियो Hi. अस्सलामुअलैकुम Və bunların ev tərəflərini falan göstərmək istəyirəm. Sizə necə yaşayırlar. Dəhşət deyir valla. Da bunların həyətləri, yaşamları uşaqlar. Yəni burada yaşayırlar. Badak. Bax burada zibillikdə ətraf. Bu zibilliyin içərisində də bunlar yaşayırlar. Yəni başa düşürsünüz, bakteriyalar, xəstəliklər hamısı evin içərisindədir. ये बाबा बैठे पड़े हैं गौशाला इनकी ये सारी Okay, okay. ये है अंदर May I come in? Okay. You know English? Nice to meet you, Orhan. You are living here, yeah? Yes. Good. Bu da onun qabları falan filan. Bunun yaşamı burada baş verir. Bax. Və burada çox adam yaşayırlar. Əslində bir-iki adam deyil. Mən buna 50 rupi verəcəm, sağ olsun mənə. İmkan verdi mən bunun evini. And who is she? She's your wife? Wife, yeah? Yes, bu onun Allahıdır. Uşaqlar bu inəklərin arasında xoşbəxt formada yaşayırlar, deyirlər ki, dil sitayiş eləyir ona, göstərir. सारी गौ है Bu da sizə Hindistanın gecə qonduları və kasıb yaşayışı. Amma yaxşı insanlar idi. Bunlar birinci getdiyim gecə qondu belə deyildi. Bunlar yaxşı insanlar idi. İkisinə də o da yoldaşı həyat rəhmətə gedib şəklini qoyub evdə. Öz Allahı ilə, öz tənhalığı ilə oturub uzanıb istirahət edir. Mən gələn kimi qalxdı ayağa, pul verdim, götürmürdü. Belə tərəfi də var da, yəni yaxşı insanları da var. Hamısını eyni formata. Yəni mənim dediyim odur ki, bu kasıbçılıq içindədir. Böyük bir pul da verməmişəm, amma verirəm, götürmür. Olsa bunlar çox möhtacdılar da yəni.
Deməli millət, mən 2 gündür burada küçələrdə gəzirəm. Nə şeylə beynim çatlayır. Deyirəm, hə, bu normal adamların heç bir çəkmir axı. Dini inancları var deyənə, hətta sigaret belə çəkmirlər. Alkol belə içmirlər. Bir də baxıram indi bu kim ki küçələrdə yatmır, yiyəsizlər. Küçələrində qalanlar. Hamısı əldə mən elə bilirdim ki, o tütündür, bu tütünü bükürlər, çəkirlər. Sən demə nə yaşaymış, indi yanına keçin, əlinə baxdım, yoruma, qoyur qaqaş, it gülündə, ya ölür. Ölür, yox da həyatda. Amma nə işlə çəkir? Bir ged özvə bir yedən, özvə bir günahla. Bədbaxtın balası küçələrdə yatsan nə işlə... Ya oradan tapır, pula parası olmadan bu nətər tapır? Belə yoxdur da belə şey. Ne bilim o, ne bilim. Burada insanlar yiyir. Dostumuz dedi ki, burada həm gigiyenikdir həm də ki, çox məşhurdur deyir. İçəyə baxaq. No. How much? You are our guest, so you don't have to. Thank you. Məni çaya qonaq elədi dost. Sadəcə olaraq bu saxsı qablarda vermələrini sizə izah edeyim. Təsəvvür edin, bu saxsı qablar qiymət etibarı ilə Adnarazı bizim istifadə etdiyimiz tək istifadəli çaylardan, stəkanlardan daha ucuz başa gəlir. Yəni bunu bir dəfə istifadə edib tullayırsan. Vəssalam. Valla bir qurtdum vurdum, izah eləyim. Çayla südün qarışığıdır. It was England tradition, yeah? Come to India. Bu birinci İngilislərdən gəlib, çayla südün Now it's qarışığı. more famous in India. İndi okey, hə. Başa düşdü nə demək istəyirəm. Südlə çayın qarışığı İngilislərdən gəlib və hal-hazırda buna ad qoyub və Hindistanda daha məşhur eləyiblər bunu. Uşaqlar, dediyim kimi biz bunu içirik, sonra zibil yeşiyinə atırıq. Çünki bu Adnarazı stəkandan daha ucuz başa gəlir. İndi dostumuzla sağollaşıram, gedirəm gecə həyatını çəkməyə. Goodbye. Bye, my bro. Good man. Nice to meet you. Sani Sevaram, Azerbaijan. Good. Thank you. See you. Okay, bro. Gedək bir Hindistan gecə həyatına baxaq. Bu ayrı bir küçədir, ayrı bir hissədir. Burada klublar, zatlar olur. Adını unutdum, adını sonra tapıb qeyd eləyərəm buradan. Bura restoran, klub, yəni babat yerlərdə mən bildiyim qədərinə bax. Bax. Gözlə. Bax, belə. Baba, normalni da, qaqaş, normalni. Normalni yerlərlə doldu bura. Gəzməyə davam eləyək. Görək, başqa buraqda nə var? Çin restoranı da var burada, göstərim. Çin restoranı. Biri de House Mia Social var buradır. Qaqaşın dediği klublardan biri buradır. Bunların hamısı depozit istəyir. Bax, belə bir yerdir. Burada da küsə var, buna bax, qaqaş. Normaldir ya buralığa, ataş. Alaminisa burada da var, Bakıda da var, burada da var. Küçə bitirməm bildiyim qədərinə. Maguana, 1+1 pivə də verirlər. Çox soyuq olur, uşaqlar, üşüyürəm bu dəqiqə. Düzü mototsikldan yaranan üşümədi, amma okeydir, yenə üşüyürəm. Gidib bir dənə vurmaq lazımdır ki, özünə gələsən. İndi bir dənə fikirləşəyə görə hara girək. Yəni özə, odur, budur, gömbul budur, gömbulların böyüyüb budur. Getdik bura. Okay, open the tab, sir. There is camera. Camera not in use inside. No? Only mobile. Only mobile use. Only mobile? Yes. I won't take the vlog. If it's not okay, thank you. Qoymadı, mən niyə inləmək? İcazə verməyəsənsə, mənə nəyimə lazımdır. Gedək başqa bir yerə. Mafioso second floor, okay. I can take vlog here? Yeah. It's okay, good. Okay. Where can I see? Səs pis çıxa bilər. Neysə, ağır ki, Hindistanda da belə şeylər olur. Uşaqlar,
Deməli özümə viski dedim. Normal viskilərdən ancaq Jameson var idi burada. Və məndən soruşdu su ilə gətirim yoxsa soda ilə. Bunlarda Red Bull Cola mədəniyyəti yoxdur. Mən etdim soda ilə gətir. Soda ilə heç vaxt içməmişəm. Test eləyəcəm. Soda ilə viskinin heç dadı gəlmir. Deməli millət, öz şotumu eləyir 848 Watt nədir 25% onu vurublar. 10% da servis haqqı. Uşaqlar, ümid edirəm eşdiləm. İkinci kluba gəldim, başqa bir kluba. Görün burada nə var. Fərqli nəsə görəm ya yox. जब से मिला तेरा साया आया मुझे हर बार घुमाया लाया करके दिल मेरा क्यों स्क्रैच किया है मैंने छोड़ दिया दिल कभी क्रैच किया है सॉरी सा Belə başa düşdüm ki, burada fıstiyaşka pivənin yanında bir yerdə verilir. Bilmirəm, indi görəcəyik. Hesabda biləcəyik. Dedim hesabı gətir görək. Əgər səsim gəlirsə burada izah eləyirəm, gəlməzsə sonra izah eləyəcəm. Deməli, əgər burada alkol içirsənsə əlavə, ona görə alkol içdiyinə görə 25% bir ödəyirsən. Yəni, məsəl üçün alkolun qiyməti 5 manatdır, onun içdiyinə görə 25% əlavə ödəyirsən, plus da ki, servis haqqı ödəyirsən, belə. Bilmirəm, indi səsim orada içərdə necə gəlibdir. İstədim sizə Hindistanda gecələr gənclərin əylənmə formasını sizə göstərim. Ən vacib məlumat. Bura Hindistanın luxury hissəsi deyil. Bura orta təbəqənin hissəsidir. Qiymətlər orta təbəqəyə görə... Bura Hindistanın orta təbəqəsidir və qiymətlər orta təbəqəyə görə yetərincə bahadır. Bunu nəzərə alın. Yəni, nə mənada gənclər bura gəlirlərsə, mən düşünürəm ki, bunlar gündəlik həyatla əlaqəli deyil, yəni qazancları bura yetə bilməz. Bunlar ya kiməsə qonurlar türkün məsəli və yaxud da ki, xüsusi bir tədbir keçiriləndə gəlirlər bura. Tədbir keçirmirlərsə, bura gəlməyin bir mənası yoxdur. Yəni, maddi baxımdan. Gedmək istəyirəm otelimə, dincəlim biraz, sabah görək başımıza nə gəlir inşallah. İzləməyi unutmayın, komment və notification'ı açıq qoymağı unutmayın. Kommenti açıq qoymursa, kommenti burası yazırsınız. Amma notification'ı açıq qoymağı unutmayın. Təşəkkürlər, var olasınız.